Qalxanvari vəzi boyunda, nəfəs borusu və qırtlağın önündə yerləşən iki paylı kəpənək formalı, çəkisi təxminən 20-25 qrama bərabər olan daxili sekresiya vəzisidir. Bugün sizinlə qalxanvari vəzdə yerləşən törəmələrdən danışacağıq. Qalxanvari vəzdə yerləşən törəmələrin bir qismi pasientlərdə hər hansı bir kliniki şikayətə əsaslanaraq aparılan müayinələr nəticəsində aşkarlansa da, bir hissəsi təsadüfi müayinələr nəticəsində, yəni hər hansı bir ultrasəs, KT, PET, KT, MRT müayinəsi nəticəsində aşkara çıxarılır. Bu cür düyünlər insidentiloma adlandırılır. Bizim üçün bu düyünlərin klinik əhəmiyyəti ondan ibarətdir ki, statistik olaraq təxminən insidentilomaların 1,6%-ə qədəri tiroid xərçəngi ola bilir. Qalxanvari vəzdə hər hansı bir düyün aşkar olunmuşsa, mütləq 3 suala cavab tapmaq lazımdır. Birincisi, bu düyün hər hansı bir funksiya yerinə yetirirmi, hiperfunksiyondurmu? Bunun üçün pasientdən ətraflı bir şəkildə anamnez toplamaq lazımdır. Pasientdə qalxanvari vəzin iş fəaliyyətini göstərə biləcək simptomlar sorğulanmalıdır. Laborator olaraq TSH analizinin verilməsi qalxanvari vəzin iş qabiliyyəti barədə fikir söyləyə bilər. Unudulmamalıdır ki, TSH-ın baskılı olduğu durumlarda düyün hiperfunksiyon ola bilər. İkinci sualımız, bu törəmə ətraf damar sinir dəstələrinə mexaniki təsir göstərirmi? Bunun üçün pasientdən öskürək varmı, səs qırıqlığı, nəfəs darlığı kimi simptomlar sorğulanmalıdır. Üçüncü və qarşımızda əsas olan sual, bu düyün xərçəngdirmi? Düyünün sürətlə böyüməsi bədxassəlliyi düşündürsə də, unudulmamalıdır ki, bəzən tiroid vəzin xərçəngi uzun illər səssiz olaraq heç bir böyümə göstərmədən də qala bilər. Sərt, ətraf toxumalara sirayət etmiş düyün bədxassəlliyin xüsusiyyətidir. Ultrasəs müayinənin köməyi ilə bəzi sonografik göstəricilər bizə düyün barədə fikir söyləyə bilər. Lakin tam dəqiq diaqnoza tiroid incə iynə aspirasiyon biopsiya vasitəsilə qoyulur. Bu müayinə vasitəsi ultrasəs müayinədə şübhəli olan düyünlərdən materialın götürülməsi və əkilməsinə əsaslanır. Sitoloji müayinənin cavabına əsasən düyünün bəd və xoş xəstəli olması qərarı verilir. Biopsiyanın cavabına əsasən xoş xəstəli gələn düyünlər izləmdə saxlanılır. Bu düyünləri ərtmək üçün hər hansı bir dərman preparatlarından istifadə olunmur. Tiroidin xoş xəstəli düyünləri ətraf damar sinir dəstəsinə heç bir təzyiq göstərmədiyi halda bədəndə olan hər hansı bir xal kimi düşünülməlidir. Necə ki, bir pasiyent dərman içib xalı ərdə bilmədiyi kimi, bu düyünlərdə əridən heç bir dərman preparatı yoxdur. Histoloji müayinənin cavabına əsasən maligin gələn, yəni bədxassəli düyünlər isə müalicəsi cərrahi yolla aparılır.